Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, kartın üzərindəki CVV, CVS kodu SMS vasitəsilə göndərilən OTP kodu digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar yaxud pul yoxdursa kredit formasında sizə zərər vuracaqlar. Məlumata görə mayın 3-də və 4-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10.000, 17.300, 4.000, 3.996, 2.957, 1.850, 1.566, 1.450, 1.400, 1.185, 1.000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətli yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin təhlükə var.